Az təminatlı ailələrə bir dəfəlik maddi yardım göstəriləcək. Bununla bağlı bir xəbərimiz olacaq. 23 dekabr tarixidir. Belə ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibətilə az təminatlı ailələrə bir dəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Məhz kimlərə maddi yardımlar ödəniləcək? Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil ediləcək. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq. Yardımlar necə ödəniləcək? Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına ödəniş ediləcək. Yardımların alınması üçün hara müraciət edilməlidir? Bununla bağlı mövcud elektron baza əsasında ödəniləcək bildirilir və digər sosial proqramlarda iştirak edənlər məhz bu yardımı ala bilərmi? Sualına cavab olaraq 200 manatlıq bir dəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur deyə bildirilir. Bundan əlavə ünvanlı sosial yardıma müraciət edən amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi sualına cavab olaraq isə 200 manatlıq bir dəfəlik maddi yardım ünvanlı dövlət sosial yardıma artıq təyin olunmuş ailələrə şamil olunacaq.